Diqqət! Qiymət dəyişikliyi bütün avtobuslara şamil edilməyəcək. Azərbaycanda ictimai nəqliyyatla bağlı oktyabrın 1-dən qüvvəyə minəcək yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində, şəhər daxili, şəhər ətrafı və qəsəbələr arası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla işləyən avtobuslara şamil ediləcək. Report bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə bu dəyişiklik ilkin mərhələdə paytaxtın marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə eləyəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq. Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, sıxılmış təbii qazla və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.